Ədalətlə sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikri müəyyənləşdirək. Bizdə soruşur ki, A variantında qeyd olunub, ahəng qanunu pozulub. Birinci sözə keçməmişdən əvvəl ədalətlə sözün tələffüzünü yazırıq. Yazırıq burada. Ədalətlə tələffüz edirik. Burada lə şəkilçisini görürük və sözümüzdə uzanma var. Tələffüzümüzü qeyd edirik. Ədalətlə sözünün tələffüzü ədalətlə şəklində olacaq. Baxırıq, A variantında qeyd olunub ki, ahəng qanunu pozulub. Ədalətlə sözündə bəli, ahəng qanunumuz pozulub. Biri incə, biri qalın saitimiz var. Sözdə hərf və səslərin sayı bərabərdir. Baxırıq, hərflərimizin sayına 3, 6, 8 hərf var. 3, 6, 9 səsimiz var. Deməli, sözdə hərf və səslərin sayı bərabər deyil. Bizim də şərtimizdə soruşur ki, səhv fikri müəyyənləşdirin. Düzgün cavabımız B variantıdır. C variantında bizdən soruşur ki, sözdə 4 cingiltili bir kar samit vardır. Təbii ki, sözün tələffüzünə baxacağıq. Baxaq görək, 4 cingiltili 1, 2, 3, 4 cingiltili və bir kar samitimiz var. Bu fikir doğrudur. Vurğu sözün 3-cü hecasındadır. Əlbəttə, bizim layla şəkilçisimiz zərf düzəldən şəkilçi olduğu üçün təbii ki, vurğu qəbul etməyəcək və vurğu sözün 1, 2, 3-cü hecasında olacaq. 4 hecalıdır və ikinci hecada uzanan sait vardır. Sözümüz 4 hecalıdır, uzanan isə ikinci hecadadır. Doğru cavabımız B variantıdır.